adətdir ki, belə arada söhbət eləmirdik. Bugün makyajımı yenə çox bəyənmişəm. Əslində səhər tezdən getdim idmana və o qədər tez tələsik makyaj elədim ki, heç özəlini eləyəndə bu qədər soft alınmır. Bugün bu makyajla biz həm də axşam date edəcəyiniz üçün ona görə də sadəcə 1-2 dənə belə dokunuş, hafif rujumu falan təzələyirəm, amma belə də çox bəyənirəm. Sizə əsas nə deyəcəkdim? Deməli, indi hardasa saat 3-dür. Mən idmana getmişəm, səhər gəlmişəm, kahvaltı eləmişəm, evin işlərindən gördüm. Bugün çox dışarıda falan işim yox idi və sizə video açmaq istəyirdim. Bu anda mənə bir uyğulamada bildirim gəldi. Bej uygulamasıdır. Yəni bu uygulamanın görevini görən çox adlı uygulamalar var, applicationlar var. Nədir bu? Deməli, biz öz reql döngümüzü, reql olduğumuz tarixi və s. menstruasiya ilə bağlı başqa bilgiləri girə bilirik uyğulamaya. Və bu sənin artıq hədəfindən bağlı bir şeydir. Sənin sadəcə reql dönəmini mi xatırlatsın? Və yaxud elə ola bilər ki, xanımlarımız məsələn hamiləlik dönəmini izləyirlər və yaxud da və s. müxtəlif bu prosesləri 28 günlük sənin menstrual siklinin tamamlanmasına görə sənə yönləndirmə verir. Burada sənə həm də xatırlatma bildirimləri göndərir. Az öncə mən sizə video çəkmək istirdim, video başlatmaq istirdim və uygulamadan bir bildirim gəldi ki, bugün tam da kəndinizə göz müayinəsi yapmayın. Yəni birisi bu südvəzi xərçəngi qarşısını almaq üçün profilaktik edilən bir müayinədir. Tam da deyir, ona uyğun bir gündür. Belə minik, şirin mesajlar göndər, hansı ki, bu əslində bizim həyatımızda günlük karmaşanın içində unutduğumuz bir şeydir. Mən də istəyirəm ki, mən də o bildirimi sizə bu video ilə göndərim. Yəni mütləq unutmayın bunu, ara-ara müayinə edin. Ən birinci yerdə həmişə öz sağlamlığınız gəlir. İkinci də nə deyəcəkdim sizə? Deməli, biz bugün date-ə gedəcəyik axşam və ona görə də mən yağışdan islanmış saçlarımı biraz şəkilləndirəcəyik, sonra kombin seçəcəyik bərabər. Amma bütün bunlardan əvvəl mən özəl günümdə olduğum üçün başım ağrıyır. Bu baş ağrısı da əslində məndə miqrenə yönəlimlik var, belə bir şey deyim. Yəni mənə bir dənə yanından külək keçsin, səs-küylü bir yerdə olum və yaxud da sağlamlığımda hər hansı fərqli bir situasiya olsun, yəni bu ekstra bir xəstəlik olmaya bilər də, yəni menstrual döngü kimi bir proses belə yetərlidir ki, mənim başım çox güclü bir şəkildə ağrıyır. Və hətta görürsünüz, məsələn, normal insan başı ağrısa, yəni belə gülməz falan, mən o qədər uşaqlığımdan bəri artıq alışmışam ki buna da. Birazdan, deməli, mən bu miqren tutmalarım oldu. Yəni çox güclü miqren tutması deyil məndə, amma o tiplidir deyə düşünürəm. Çünki məndə mamada genetik olaraq cavan yaşda tansiyon da var idi. Məsələn, mən onu da denəmişəm ki, bəlkə məndə tansiyonla bağlıdır. Yox, neçə dəfə ölçmüşəm. Əksinə məndə aşağı tansiyondur. Hətta mən bir müddət yanlışlıqla tansiyon ilacı içirdim ki, bu nədir də? Mən də başa düşdünüz, elə bilirdim ki, bu da mamadakı kimi bir şeydir. Mən tapdım ki, məndəki bu miqren minik miqren tutması kimi bir şeydir və onun çarəsini tapdım sizə. Yəni necə rahatladır məni, necə profilaktik olaraq enerjimi verir özümə və günün digər hissəsini rahat yaşaya bilirəm. Dərman öz təsirini göstərənə qədər biraz dincələrəm. Sonra sizlə bərabər qəşəng kombin seçərik, geyinərik. Bugün qızlar yox idi heç biri, yəni tanımadığım bir qadınla idim protest ərzində. Çünki hava soyuq idi düşünürəm, çox yağışlı idi, gəlmək istəmədi. Yəni Aliya gəlmək istəmədi muhtemelen. Həm də dedi ki, biraz özümü yaxşı hissetmirəm, amma Angelika ilə inada zaten bilirsiniz ki, hələ gəlmir. Sizi güncəlləyirəm hər həftə ki, onlar nə vaxt gələcəklər pula desəm. Belə, bu vlogda bərabər hazırlaşacağıq. Görək günümüz necə davam edir, sizə çəkəcəm bütün detayları. Demək, qızlar, sizə bayaq dedim, dərman. İlaç adına fikir verməyin də, yəni bu çox şeydə dəyişəmdir. Mən istəsəz nə yedim, içəriyim. Ümumiyyətlə, tipdə belə bir şey var ki, yəni tip tələbələri biz universiteti bitirəndə 6-cı kursdan sonra bütün dərmanların içerik olaraq bilirik. Məsələn, piyasadakı marka adını bilmirsən və sən içerik olaraq onun hansı bir ingrediyentini deyirsən və sənə orada aptekdə önerirlər. Bu ümumiyyətlə əslində həkim olan bir insan üçün yaxşıdır ki, yəni bəzən ekstra yüksək bir məbləğ ödəməmiş olur və s. Amma bir tərəfdən də yaxşıdır ki, məsələn, bəzən, tutaq ki, mənim Azərbaycanda da içdiyim bu tipli bir dərman var, düzdür, mən də Türkiyəyə gəlmişəm və mən içeriğini bilirəmsə, onun alternatifini özüm rahatlıqla tapa bilirəm də. Mən də sizə içeriğini deyəcəm ki, indi sizdə orada hansı marka varsa rahatlıqla onu tapa biləsiniz. Demək ki, bunun adı Multicold keçir. Niyə? Çünki əslində biz
soyuqlama dönəmindəki proseslə bu proses biraz, yəni patolojik olaraq oxşuyur. Hansı ki bu miqrenə yaxın olan da bizim baş ağrımızın prosesi. Bəli, soyuq dəyməniz falan varsa bunu yenə içə bilərsiniz. Yenə də oradakı o halsızlığı, baş ağrını falan götürəcək. Çünki içəriyindəki o ingredientlər ona təsir edir. Bu nədir? Paracetamol, asetilsalitsilik asid, yəni aspirin və kofein. Deməli, mən əvvəllər bu kompleks tapmazdan əvvəl hər birini tək-tək birləşdirib içirdim. Yəni kofein də var, ayrıca tablet şəklində, paracetamol da var və salisilik asid də var. Amma bu çox doğru efervesan tablet şəklində, yəni fış eləyir, suya atırsan, belə fışıldayır. Çox doğru dozlarda olduğu üçün belə etməniz daha doğrudur. Nəinki bir tablet içməyiniz də. Yəni bilirsiniz necə? Siz hər kafanıza görə götürüb bir dənə kofein içsəz, bir dənə aspirin içsəz, bir dənə paracetamol içsəz tablet şəklində, bunu rutin olaraq həmişə başınız ağrıyanda edə bilməzsiniz. Çünki burada doz hatası falan ola bilər də. Amma bunu rutin olaraq həmişə miqren tutmanız gördünüz gəlir. Fərqli yox, hətta neçə dəfə, olur da başa düşdünüz. Yəni bunun sənə heç bir zərəri yoxdur. Tamol və aspirin və kofein. Özəlliklə bunun içərisində kofein olması, qızlar, sizin miqren ağrınıza çox yaxşı gələcək. Təbii, yəni mənim kimi baş ağrısı çəkən, yəni bu baş ağrısı necə olur? Bir damcı soyuğa çıxırsan, gəlirsən evin istisinə qayıdan kimi ağrıyır. Bir damcı yanından külək keçsə ağrıyır. Nə bilim, bir damcı indi musiqinin səsi çox olduğu getdiyin yerə, bu belə bir şeydir. İndi getmirsən restoranda uşaqlar qışqırır. Və belə insanlar üçün ümumiyyətlə bu içerik idealdır. Bir dənə qəşəng hazırlayacağım. Bir dənə şpiçkasını açıb hazırlayacağım. Sizə göstərdiyim X-Specia vitamini var, ondan içəcəm. Saçlarım üçün içirəm onu daha çox, amma içəriyində o ümumiyyətlə bilirsiniz necədir, sizə göstərmişdim onu X-Specia'nı. Biz hər dəfə regl olanda dəmir itiririk və s. Bizim eksikliklərimiz olur, biotin olur ümumiyyətlə onun içərisində, o vitamin içərisində B qrupu vitaminləri var çoxlu şəkildə. Bəlkə də bir dənə deyərdim ki, maqneziumdan kalsium yoxdur da, o X-Specia'nın içərisində hər şey var. Yəni ona görə də saça, dırnağa, dəriyə hər şeyə yaxşı gəlir. Və bir qadın məndən vitamin məsləhəti alan kimi mən ilk önərdiyim vitamin odur. Çünki hamısını dozlara görə hesablayıblar ki, yəni bir qadın ay ərzində nə qədər mikroelement və vitamin ehtiyacı var. Çünki regl olur və s. bunları itirir. Və ona görə hesablayıb düzəltdikləri üçün o dərmanı mən çox etkisini görmüşəm. Ümumiyyətlə saçlarımın çox tez uzandığını düşünürəm. Məsələn, baxın, avqustda saçlarım belə idi mənim. Kəstirmişdim və bu qədər uzanıb düşünün. Var. Deməli qızlar, bu X-Specia demişdim. Siz onu da necə içə bilərsiniz? Ümumiyyətlə bir il ərzində 2 qutu içmək yetərli olur və bu 2 qutunda necə içirsiniz? Deməli, ilk qutunu bitirənə qədər gündə 2 tablet içirsiniz. Yəni bu şəkildə baxın 2 tablet görünür. Hə. Amma ikinci qutunu artıq gündə 1 tablet olaraq içirsiniz. Əgər bir il ərzində 2 qutunu bitirirsinizsə, əla super, bütün o ehtiyacınızı tamamlanmış olur. Məncə çox idealdır və mən artıq bilirsiniz, 4-5 ildir içirəm bunu. Həm dərimdə, həm saçımda, dırnaqlarımda və baxın sizə göstərim. Bu dırnaq uzunluğu mənim öz dırnaq uzunluğumdur. Hə, okey, üstünə şəllaq, yalaq və s. amma tamamilə öz dırnaq uzunluğudur və bu ay ərzində qorunur. Sizə bunu göstərmək istəyirəm, baxın. Activia'nındır. Baxın, probiotikli. Banan var, yulaf var, bovul şəklindədir. Mən də belə bir kəsəyə, hətta kəsəyə tökməyə də bilərsiniz. Özünə də mən bəzən elə istifadə edirəm. Bilirsiniz, məndə belə yumru peçenyelər var, yulaflı da. Lap 2-3 dənə də onun içinə qoyuram. Sonra əzirəm peçenyeni, yeyirəm idmandan sonra. Çox qəşəng. Mən bugün bunu yemişəm hələ ki ancaq qızlar. Və axşam gedəcəyimiz yerdə yemək yeyəcəm. Belə. Qızlar, son zamanlar sizdən gələn yorumlar, ümumiyyətlə videonun altında olan yorumlar olsun, həm artıq bir neçə ayda video çəkmiş olmam olsun, məni çox həvəsləndirir. Yəni əvvəllər YouTube videosu çəkəndə çox texnik şeylərə odaqlanırdımsa, artıq belə tam keyf ala vlog çəkə bilirəm. Bu məni o qədər həvəsləndirir, sevindirir ki, demək ki, doğru şeydəyəm, istiqamətdəyəm, bunu hiss edirəm və sizdən gələn yorumlar, dəstəyiniz çox sevindirir məni. Çox xoşuma gəlir. Son vlogumda paylaşdığım bir sabahlıq var. Səhv eləmirəmsə onu giyinirəm və
makyajımı təmizləyirəm desəm, bunu məndən çox insan soruşdu. Rəfiqələrim, hətta tanışlarım da soruşdu, onu ki, hardan əldə edirəmsən. Mən sizə tez-tez paylaşıram Sensirella. O mənim həm Azərbaycan üçün, Türkiyə üçün əslində worldwide shipping olaraq nəzərdə tutduğum bir səhifəmdir. Əslində bu iç geyim markası olaraq düşündüyüm bir səhifəmdir, amma ev geyimi və yaxud da belə vaxtınızda pijama tipli belə şeyləri əlavə edirəm. Düşünürəm ki, əgər özüm onun kalitəsinə və rahatlığına bələdəmsə, ondan sonra çox rahatlıqla sizə tövsiyə edə bilirəm. Yəni oradan istəsəz əgər keçib baxa bilərsiniz, oradan əldə edə bilərsiniz. Belə, yəni bilgi vermək istədim onlara, çünki göndərdim, yəni səhifədən postu göndərdim. Sizə dedim ki, belə məlumat verim ki, sizin üçün bəlkə kimsə bəlkə də fark edib. Düz yorumlarda elə bir şey yox idi, amma mənə sırf kimlər ki, tanışlarım idi, videonu izləmişdilər, onlar yazdılar. Dedim, sizə də bilgi verim, əgər faydalı olsa istifadə edərsiniz. Qızlarım, gəlmişəm. Görürsünüz, matımı götürmüşəm. Və matımın yanında mənim belə 3 dənə rejinkam var. Bunlar light, medium və harddır, səhv eləmirəmsə. Mən əslində belə deyim də mat pilatesi, sırf mat pilatesinə getməsəm də, mat pilatesindən məşğul olmasam da,
əvvəllər reformer pilateslə məşğul olanda biz elə reformer pilatesin üstündə, yəni o cihazın üstündə mat pilatesin hərəkətlərini eləyirdik və düşünün mən bunu 6-7 ay ərzində etdiyim üçün artıq hərəkətlər əzbər beynimdə var. Yəni hərəkətləri eləyəndə çox da açıb nəyisə baxmalı olmuram. Təbii var. Niyə var? Çünki mən əslində bu Instagramda daha çox aktiv paylaşıram. Yəni hər gün paylaşıram. Özümə bir challenge qoymuşam. Sırf 30 gün hər gün idman eləmək, yəni hər gün hərəkət olmaq. Tutaq ki, mən həftədə 2 dəfə pilatesə gedirəm. Okay, amma mən əvvəllər hər gün yürüyüş edirdim. Hətta inanırsınız, yəni pilates daha ağırdır da əslində belə idman olaraq, amma hər gün az-az yürüyüş edirdim. Hətta yarım saat 40 dəqiqə və mən onda daha yüngül, daha hafif hiss edirdim və mən düşünürəm ki, onda daha kilo almırdım. Daha elə ki yediklərinin canına oturması var ya, o olmurdu sanki. Rahatlıqla həm yeyirdim, içirdim, hər şeyi yedim, həm də yürüyüş eləyərək bunu kompensə edirdim. Və indi belə bir reallıq da var ki, məsələn, hava yağışlıdır, soyuqdur. Məsələn, o gün dedim ki, əşrəf yoxdur, yağışlı olsa da çıxım, amma çox islandım və islanan paltarları sonra qurutmaq da çətin oldu, yəni özellikle üst geyimlər falan. Ona görə də bu challenge-i əvvəl başlamışdım ki, hər gün yürüyüş eləyim, 30 gün yürüyüş eləyim. Sonra bunu dəyişdirdim. Onsuz da düşündüm ki, yəni pilates etdiyim günlər idman edirəm, o günləri də saydım o challenge-dən. Sonra ağlımda bu dəyişdirdim. Dedim ki, hər gün idman eləyim bu challenge-i və artıq bugün sizinlə 6-cı günündəyik və 6 gündür hər gün ya pilatesə gedirəm, ya da yürüyüş eləyirəm. Bugün ilk dəfədir ki, nə yürüyüşə gedə bilmirəm, hava çox soyuqdur deyə, nə də bugün pilatesim yoxdur və mən artıq düşündüm ki, niyə də bu ağlıma anidən gəldi, orada dayanmışdım matım. Dedim, niyə də matla evdə məşq eləməyim ki, yəni bunu da çox belə ağır etməyə ehtiyac yoxdur. Ən azından bugün aktivlik etmiş olacağam. Bugün də nəsə bir hərəkət etmiş olacağam və dəyişdim idman geyimimi giyindim, saçlarımı da mənə rahat olacaq şəkildə yığdım. Biraz ağrım var, biraz belə kefsiz hiss edirəm. Ona görə orada sizə o gün göstərdiyim ağrı kesici qarışımından da hazırladım, onu içəcəm. Ondan sonra qəşəng idman eləyəcəm, otaqda isitmişəm. Qəşəng belə relaks hiss edərək idman eləyəcəm. Və bugün də görevini tamamlamış olacağam. Mən düşünürəm ki, 2 dənə trik var ki, insan əhvalını anidən yüksəldir. Bir, mən bu makyaj edəndə hər səhər daha çox fark edirəm. Məsələn, makyaj etdiyim anda aynaya çoxlu gülümsüyürəm. Özümə baxıram, gülümsüyürəm. Gülümsünəndə necə görsəndiyimə baxıram və bilirsiniz də bizim kas hafızamız yəni avtomatik olaraq serotonin hormonunu sintez etməyə hazırdır. Yəni sənin gülən zaman o uyarılan reseptorların, yəni kas uçlarında bizim reseptorlarımız var və artıq beyin elə algılayır ki, bu gülürsə, yəni mən kası hərəkət etdirib gülümsünürəmsə, demək avtomatik mən beyində, bilinç altında da mutlu olmalıyam. Buna çox inanıram və çox etkisini də görürəm. İkinci də məncə hərəkətdir. Yəni bunun heç bir fərqi yoxdur. Sən yürüyüş eləyirsən, idmana getmirsən, zala getmirsən və ya da evdə hər hansısa bir hərəkət edirsən, sizə də bilgi olsun. Tələməyə əgər mən challenge olaraq qoymuşdum ki, hər gün yürüyüş və gördüm ki, hər gün yürüyüş eləmək olmur və bunu iptal etmədim və bunu mən hər gün hərəkətə çevirdim. Avtomatik olaraq həm iptal etməmiş oldum, həm də sadiq qalmış oldum planıma, həm də mən bədənim üçün faydalı bir şey etmiş oldum. Ona görə də gedək mən idman eləyim. Siz də əgər motivasyon axtarırdınızsa, siz də gedin. Matınız varsa matınız eləyin, halınız varsa eləyin, yəni fərqi yoxdur, heç bir bəhanə eləmədən elə bugün indi başlayın. Nə dilində danışırdı o? Nə qəribə idi. Sokak ağzı. Gedirik File marketə. Ani bir qərarla. Fərqli bir marketdir. O da yurt dışında olan ürünlərin Türkiyədə satıldığı marketdir. Biraz metro market oxşayır, amma heç vaxt olmamış orada. Fərqlidir. 2 dəfə açılıb və gedirik denəməyə.
renkleri çünkü ben araştırmıştım. D vitamini de var, B6 da var. Easy fish oil. Her gün easy fish oil. Baksana. Muhteşem bir krem. Mesela bunun içerisinde sitrat, Bir saniye bakayım hemen. Sitrat. taurat, Aha. glisinat, Aha. malat. Okey. Bu kadar. Treonat yok mu? Treonat yok. Okey. Cemili'ye bir sor. Unuttum ben onun asidinin ismini. Bunun içerisinde olan adı. Treonat, L-treonat. Aslında ben şekilde aklımda saklamıştım. Mesela bir glisinat falan var ya. Bu glisin gördüklerimiz direkt beyni etkiliyor. Bunlar sağlıklı asitler. Yani bağırsak şeyi yapmıyor. Bağırsağı çok etkilemiyor. Beyine güzel geliyor. Vakıf Üniversitesi. O yüzden. Magnezyum oksit yapıyordu. Hatırladım. Magnezyum oksit yapıyordum. Alalım mı bunu o zaman? Alalım. Tamam. Sulfat. Peki magnezyum oksit de vardı. İşte ameliyattan önce içiriyorlar ya. Ameliyattan önce magnezyum Magnezyum kesin içiriyorlar. sulfat. Ama bilmiyorum, belki magnezyum oksit içiriyorlar. Ben duymadım, okumadım. Ben magnezyum oksidi Magnezyum duymuştum klorür varmış hocadan. mesela. Ben duymamıştım. Şimdi Ama güzel içerikli bence bu. Tabii içeriği. D vitamini de var, B6 da var. gerek var. Spor içinde gerek yok var. İyi bir Tamam. şey. Kaç kapsül? 60 kapsül. İkimiz Hiç içebiliriz. olmaz sonra. Bak bir de şey dikkat etmişler. Bak ben diyorum ki her zaman böyle küçük bir şey olması gerek. Çünkü kağıt israf oluyor. Aferin sana. Migros bu kadar şey yapıyor. Bir de market değerlendirme şeyleri. Başladı. Kesinlikle beğendim. Burada Diğer da marketler- danışabilirsin. Diğer mağazalarda olmayan renkli məhsullar olduğu için beğendim. Yaxşı ki mən səndən balacayam. Belə çəkəndə kadraja düşürürsən rahat. Doğru. Çox insanlar başa düşmürlər biz kadr aldığımızı. Şeydi, bəs simitten aldıq, bir dənə şokolad aldıq. Sonra nə aldıq fərqli? Bergamot ətirli çay aldık. Bergamot ətirli çay Türkiyədə demək olar ki, çox tapılmır. Çox az növü var. Yəni klassik bir dənə, 2 dənə növü var falan. Onu aldın da, yəni başqa markalarda yoxdur. Bu təzə bir marka gördük. Onu aldıq. Arxanda nə qəşəng palmiyelər çıxır. Hə, Vitamin vitamin. ve kalemde olması aldık. O da en çetin tapılan məhsullardan biridir. Vitamində də deməli magnezium vitamini alanda onun orada asid növləri var. Magnezium tək formada yox, asidlərə birləşik formada olur. Onda həmişə magnezium oksidlə magnezium sulfat olmasın içində. Ona diqqət etmək lazımdır ki, insan bağırsaq hərəkətlənməsini, qarın açma kimi bir şeylər yaratmasın. Burada baklavacı var. Bunlar da bizim Türk kahvelerimiz. Kendimiz imal ediyoruz yine yan tarafta. Zaten baklava Bize göstersene baklavayı. Açıp gösterir. Ay yolla yok poşetini.